Andy Warhol pop art tərzinin kralıdır. Slavyan əsilli Andy 1928-ci ildə Amerika Birləşmiş Ştatlarında emigrant ailəsində anadan olmuşdu. Əsl adı Andreydi. Atası filiz yataqlarında çalışırdı. 3-cü sinifdə balaca Andy'də xəstəlik tapılır və o yatağa düşür. Həmin dövr ərzində Andy şəkil çəkir. Qəzet və jurnallardan məşhur insanların şəkillərini kəsib kolaj düzəldir. 13 yaşında Andy'nin atası vəfat edir. Andy texnoloji universitetə daxil olur. Lakin o kommersiya tərtibatçısı olmaq istəyir. 1949-cu ildə New Yorka gəlir. Dükan vitrinlərini reklam edir. O vaxtın ən məşhur Bazar və Vogue jurnallarında çalışır. Ayaqqabı dükanının reklamı ona məşhurluq gətirir. Andy reklamdan yaxşı pul götürür. O hətta Manhattan'da mənzil belə alır. Andy Coca-Cola və məşhurların rəngli kolajlarını yaradaraq pop art tərzinin simvoluna çevrilir. 1968-ci ildə filmdə çəkdiyi feminist bir qadın ona 3 kurşun yağdırır. Qarnından yaralanan Andy bir neçə əməliyyat keçirir. Ömrünün axırına qədər xüsusi korset taxır. Andy qadını şikayət etmir. 1979-cu ildən Andy avtomobilləri rəngləməyə başlayır. 1987-ci ildə Andy Manhattan'da ürək dayanmasından 58 yaşında vəfat edir.